Qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O həqiqətən bağışlayandır, rəhimlidir. Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və ona itayət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl sözə tabe olun. Sonra kimsə deməsin ki, Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma. Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim. Yaxud deməsin, əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım. Həm də əzabı gördüyü zaman deməsin, kaş ki bir də dünyaya qaydaydım, yaxşı işlər görənlərdən olardım. Xeyr, ayələrim sənə gəlmişdi. Sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun. Sən qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məyər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.